Hər kəsə salam. İsimlərin cəmlənməsinə baxaq. Sayılan isim cəmlənər, burada qeyd elədiyim kimi. İsimlərin cəmlənməsi S və ya ES ilə olur. Book oldu books. Əgər ismin sonu S ilə, double S ilə, TCH ilə, CH ilə, SH ilə, X, O, Z ilə bitirsə, bu zaman ES artırıram. Məsələn, bus, buses, fox, foxes. Və amma istisnalarımız var. Sonu O ilə bitir, təkcə S artırılan sözlər var. Məsələn, kilo sözüdür, video sözüdür, zoo sözüdür, foto sözüdür. Bir də hər ikisini qəbul edənlər var. Zero, tornado, volcano, mosquito, buffalo həm S-i, həm ES-i qəbul edir. Kökdən dəyişənlər bunlardır. Mən bir adam mənasında, bir kişi mənasında, men adamlar, kişilər. Woman, women, qadın, qadınlar, goose, geese, qaz, qazlar, foot, feet, ayaq, ayaqlar, mouse, mice, siçan, siçanlar, louse, lice, bit, bitlər, ox, oxen, öküz, öküzlər, child, children, uşaq, uşaqlar, person, people, insan, adamlar. Sonu f, f ilə bitənlər isə cəmlənən zaman f, v-ya çevrilir. Məsələn, wife, wives, knife, knives. Amma istisnalar da var. Roof olur roofs, evin damı mənasında. Cliff, cliffs, qaya mənasında. Belief, beliefs, chief, chiefs, giraffe, giraffes. Sonu y ilə bitənlər iki hal var. Saytdan sonra gəlirsə, tək S artırıram. Boy, boys olur. Yəni, Y hərfi saytdan sonra gəlib deyə sonuna bir dənə S artırdım. Samitdən sonra gələndə isə Y hərfi I hərfinə çevrilir və sonuna ES artırır. Family, families. Həmişə cəmdə olanlar hansılardır? Police, people, cattle, mal-qara mənasında, poultry, ev quşları, gentry, zadəganlar, goods, mal-əmtə, stairs, pilləkənlər, jeans. Bu hissəni ümumi izah edeyim. İki hissədən ibarət olan isimlər ingilis dilinə görə cəmdədir həmişə. Məsələn, şalvarın iki ayağı var deyə jeansdir, trousersdir, pantsdir. Bunlar hamısı həmişə cəmdə olan isimdir. Məsələn, glasses, eynək mənasında. Eynəyin iki gözü var deyə bu artıq cəm isim sayılır. Təki və cəmi eyni olanlar var. Məsələn, fish, deer, swine, sheep, salmon, trout. Bunların əgər önündə E artiklı varsa təklədir. Məsələn, a fish tək sayılır. Amma yoxdursa E artiklı fish, o zaman cəmdə sayılır. Mürəkkəb isimlərin cəmlənməsi necə olur? Bitişik yazılan mürəkkəb isimdirsə, sonuna S artırılır. Sunflowers. Sonu Y ilə bitib deyə bu şəkildə cəmlənir. Amma məsələn, Frenchman olub Frenchman, çünki bitişik yazılır. Defislə yazılanlar da birinci tərəfə artırılır. Mothers-in-law olur. Ayrı yazılanlarda hər iki tərəf cəmlənir. Mən doktor, men doctors.